Salam, əziz gül sevənlər. Necəsiz? Mən yaxşıyam. Siz də yaxşı olun. Bu qışdan çıxan gülləri çəkirəm. Qışda hələ onsuz da qar var bizdə. Hələ ki, əriyib qurtarmayıb. Bu gülü təzə gətiriblər mənə üçün Bakıdan. Bacım göndərib. Bacımın gəlini daha doğrusu. Bunu 2 ildir əkmişəm. Hər cür sukulentlər var burada. Bax, bu var. İçində bir dənə kaktus var. 2 ildir bu qabdadır. Bu çörək qabı idi, sınmışdı. Mən də buna əkdim. Qəşəng qab. Bu da xırda-xırda əkmişəm. Oturublar hamısı. De bu pilpilədir. Qəşəng pilpilədir. Bu bir gülgüldür. Bunlar da ki açmır hələ. Kalan şollarım. Bu qəşəng açır. Çirnir rəngdə açır deyəsən bu. Hələ açmayıb. Açacaq, açmaq istəyir. Bu da kök rəngdə, turuncu. Bu pul gülümdür. Bunu bazardan təzə almışam. Təzə deyəndə payızda da 1-3 ay olar. Belə balaca qabda almışdım. Belənciyinə qabda almışdım. Özüm köçürtdüm bunu. Bu da kalanşodur. Bu begoniyadır. Ağaçır. Begoniya uzanıb gedir. Avokado da göndərib. Bacımın gəlini mənə tumun. Suda qoymuşam. Baxın, belə. Oğlum düzəldib bu qapağı. Suda qoymuşam, kök açsın, əkəcəm. Bu gülü də təzə almışdım. Bəlkə görmüşdünüz o bir videolarımda. Köçürtmüşəm başqa qaba. Bu sırqa gülümdür. Sırqa gülüm. Böyük o tərəfdədir, o biri pəncərədədir. Bu pəncərədə güllərim. O tumla olan güldür. Bu da açır bunu bax, o göy. Ağramaşqadır o. Onun kökü xarab oldu. Başı sındı. Əkdim o qaba, başı düz oldu. Kökü xarab oldu, getdi. Bu da sarı açan. Begoniyadır, sukulentdir. Bilmirəm. Nədirsə. Bu begoniyadır. Bunlar hamısı sukulentlərdir. Kaktuslardır. Bu da böyük vedrədə olan kalonxadır. Qab görsənmir, o qədər böyük olub ki, bunu mən budamamışam. Bu 2 rəngdir, bir qırmızı, bir də çəhrayı. Bu sırqa gülümdür. Sırqa gülümdür. Bu alovdur. Alov 2 cürdür məndə. Bir cürdə alov budur. 2 sortda alovyayım. Bu da böyük sırqa gülümdür. Bütün yarpaqları töküldü qışda bunun. Sulayıram da elə. Töküldü yarpaqları, bilmirəm niyə. Orada da ətirşaxdır, begoniyadır, ətirşaxlardır. Ətirşax çox qabda var mənim. Bu da böyük alovyumdur. Gülün qopartmışam. Gül açdı, soldu. Qopartdım gülü. Bu da bir cür güldür. Bunu keçən il əkmişəm. Gül açır buradan xırda-xırda. Sağ olun, salamat qalın.